Salam əziz dostlar. Bugün sizinlə riyaziyyat iş dəftərimizdən məlumatların təsiri mövzusunda səhifə 61 və 62-dəki tapşırıqları birlikdə həll edəcəyik. Qələmlərinizi hazırlayın. Çünki bugün dairəvi və sütunlu diaqramlarla çoxlu işimiz olacaq. Birinci tapşırıqda şirniyyat mağazasında satılan tortların dairəvi diaqramı verilib. Gəlin diaqrama baxaq və sualları cavablandıraq. Ən çox hansı növ tortdan satılıb? Diaqrama diqqətlə baxsaq, ən böyük rəqəmin 36 olduğunu görürük. Bu isə şokoladlı torta aiddir. Bəs gün ərzində cəmi neçə tort satılıb? Bunu tapmaq üçün diaqramdakı bütün ədədləri, yəni 36, 24, 18, 14 və 8-i toplayırıq və nəticənin 100 olduğunu tapırıq. Son sualımız isə maraqlıdır. Satılan hansı iki tort bütün tortların yarısına bərabərdir? Bütün tortların sayı 100-dürsə, yarısı 50 edir. Şokoladlı, yəni 36 və meyvəli, yəni 14 tortların cəmi bizə tam 50-ni verir. İkinci tapşırıqda Samir 16 sinif yoldaşı arasında ən çox sevilən fəslin hansı olduğunu öyrənmək üçün sorğu keçirib və nəticələri cədvələ yazıb. Cədvələ görə yayı 6, qışı 5, yazı 3, payızı isə 2 uşaq sevir. Gəlin bunları ən çox seviləndən ən az sevilənə doğru sıralayaq. Yay, qış, yaz və payız. İndi isə bu məlumatı dairəvi diaqrama köçürməliyik. Diaqramımız 16 bərabər hissəyə bölünüb. Hər hissə bir uşağı təmsil edir. Yay üçün 6, qış üçün 5, yaz üçün 3 və payız üçün 2 hissəni verilmiş müvafiq rənglərlə rəngləyirik. Üçüncü tapşırıqda bizə sütunlu diaqram verilib və biz bu məlumatları dairəvi diaqrama köçürməliyik. Sütunlu diaqramdan uşaqların sayını müəyyən edək. İdmanla 6, cizgi film ilə 8, mütaliə ilə 10, gəzinti ilə isə 12 şagird məşğul olmağı sevir. İndi bu rəqəmləri dairəvi diaqramda uyğun xanalara yazaq. Ən böyük hissəni 12 ilə gəzintiyə, ən kiçik hissəni isə 6 ilə idmana ayırırıq və beləliklə digər məlumatları da yerləşdiririk. Keçək səhifə 62-yə. Bu arada hələ də abunə olmamısınızsa, abunə olaraq mənə böyük dəstək ola bilərsiniz. İzləyicilərimin böyük çoxluğu abunə olmadan izləyir. Gəlin bu rəqəmi birlikdə dəyişək. Videomu bəyənməyi və dostlarınızla paylaşmağı da unutmayın. İndi isə qaldığımız yerdən davam edək. Tapşırıq 4. Turist avtobusunda 40 xarici turist var. Onların 2də 1 hissəsi İngilis, 8də 3 hissəsi Rus, 8də 1 hissəsi isə Almandır. Turistlərin gəldiyi ölkələrin adlarını və onların sayını dairəvi diaqramın uyğun hissələrinə yaz. 40-ı 2-yə bölürük, bərabərdir 20. Deməli, 2də 1 hissəsi 20-dir. Yəni, ingilislər 20-dir. 40-ı 8-ə bölüb 3-ə vururuq və 15 nəticəsini alırıq. Bu isə ruslardır. 40-ı 8-ə bölüb 1-ə vururuq, o isə 5 eləyir. Bu isə almanlardır. Turistlərin sayı. Diaqramı doldurmaq üçün mavi hissəni İngili 20 yazırıq boş xanaya və bu ingilisdir. Sarı isə Rusdur. Boş xanaya isə 15 yazırıq. Yaşıl isə Almandır. Boş xanaya isə 5 yazırıq. 5-ci tapşırıqda cədvəldə gün ərzində satılan dondurmaların saatlara görə sayı göstərilib. Bizdən cədvəli tamamlamaq və vaxt aralıqlarını birləşdirərək hesablamaq tələb olunur. 9:00-11:00 aralığında 15 dondurma satılıb.
11:00 15:00 aralığını tapmaq üçün 11:00 13:00 yəni 18 dondurma və 13:00 15:00 yəni 20 dondurma saatlarındakı satışları toplayırıq. 18 üstəgəl 20 bərabərdir 38. 15:00 19:00 aralığı üçün isə sonrakı iki müddətin satışını toplayırıq. 16 üstəgəl 31 bərabərdir 47. Son olaraq aldığımız bu nəticələri, yəni 15, 38, 47-ni dairəvi diaqramdakı boş xanalara köçürürük. Sonuncu tapşırığımızda 4A və 4B sinif şagirdlərinin hansı televiziya proqramlarını daha çox izlədiyi cədvəldə göstərilib. Məlumatlara baxdıqda görürük ki, 4A sinifində ən çox sevilən veriliş təbiət haqqında 9 şagird, 4B sinifində isə cizgi filmidir. Buna əsasən dairəvi diaqramları aid olduqları siniflərə görə ayırırıq. Ən böyük dilimi olan diaqram 4B sinifinə, ən böyük dilimi, yəni 9 olan diaqram isə 4A sinifinə aiddir. Qalan boş xanalara da cədvəldəki rəqəmləri uyğun olaraq yerləşdiririk. Bununla da səhifə 61 və səhifə 62-dəki bütün tapşırıqlarımızın həllini bitirdik. Ümid edirəm ki, dərsimiz sizin üçün aydın və faydalı oldu. Növbəti videolarda görüşənədək. Hələlik!